Salam əleykum. Deməli, bu gün alış-satış, borc, nisiyə, satışlar, hesabatda anbar qalığı, borclar hesabatı və kassadan pul gəldi, getdi. Deməli, birinci alış eləyirik. Alış, malların alınması. Yəni malımızı oturduruq anbara. Tədarükçü seçirik. Kimdən? Məsələn, firmalardan bir dənə firma yaradırıq. Yazırıq A firma. Adı da elə. Telefon ünvanı nə istəyirik yazırıq. Seçdik. Toplu seçimi bastıq. Sağ tərəfdən malların adları gəlir. Hal-hazırda burada heç nə yoxdur, bomboşdur, yaradıram. Sağ düymə əlavə et. Məsələn, adını yazıram kombi 555 adı və kodu. OK-yə bastıq. Seçdik kombi 100 dənə. Deməli, gəlib 2 manata mən onun satış qiymətini qoyuram 5 manata. Yəni, alış sənədinin içində razı olar satış qiyməti qoymağa. Yenə yaradıram. Sağ düymə əlavə et. Yazıram radiator. Radiator nə bilim 111 məsələn. Şimdi OK-yə bastıq. Seçdiyi radiatordan da gəlib 100 dənə. Qiyməti 3 manata, satış qiyməti olsun 7 manata. Burada da göstərir neçə faiz üstünə qoymuşuq. Üstündə faizlə də qoya bilərik. Məsələn 100% qoyuram, 100% bunu da qoyuram. Belə. OK-yə basırıq və hesabatda anbar qalığı hesabatında tərtib et eləyəndə görürəm ki, nədən nə qədərdir miqdar. Bu hesabatdır. Hər bir hesabatı Excel atmaq olur. Burada saxranist düyməsi var. Buna basırıq. Tip fayl eləyirik Excel 2007 adını yazırıq və Excel sənədi bizdə hazır olur. Anbar qalığı burada qiymət tiplərinin seçimi əgər maya dəyərinə və satış qiymətinə görə quş qoysaq tərtib et. Görürük ki, anbarımızda maya dəyərinə görə 500 manatlıq malımız var. Satış qiymətinə görə 1000 manatlıq malımız var. Alış eləyəndən sonra biz nə edirik? Satış edirik. Satış, malların satılması. Bastıq buna. Alıcı kimdir? 3 nöqtə. Müştərilər papkasında bir dənə alıcı seçirik. Adını qoyuruq. Məsələn, Samir. Müştəri, telefon, ünvan hamısını yazırıq. Samiri seçdik. Nə satırıq ona? Toplu seçim. Toplu seçim eləyəndə malların adı burada olur. Qalığı görürük və satış qiymətini görürük. Bir dənə kombidən sataq, bir dənə də məsələn radiatordan sataq. Endirim eləyiriksə, məsələn buna 5% endirim eləyək. Əgər bu adam nə qədər elədi? 9 manat 80 qəpik. Srazu birbaşa ödəniş eləyirsə, nəqd burada yazırıq. Məsələn 80 qəpik pul ödəyir. 80 qəpik bura mən yazdım. 9 manat da borca yazılacaq. OK-yə basıram. Bir də bu satış sənədlərinin içinə girək. Bu satış sənədinin peçat forması burada var. Bu güyəki qaymədir. Bu firmanın adıdır. Qaymə nömrəsi, tarixi, alıcı, malın adı, miqdarı, qiyməti, endirim və məbləği. Obşi 980. Satandan sonra biz hesabatda deməli, görə bilərik borclar tərtib et. Görürük ki, 9 manat 80 qəpik idi. 80 qəpik verdi, azaldı. Kontragentin borcu 9 manat qaldı. Nəyin əsasında hərəkət göstərilmir. Parametrlardan hərəkət sənədinə quş qoysaq, OK. Görürük ki, malların satış sənədinin əsasında belə bir hərəkət yaradılıb. Sonra 3-4 gündən sonra məsələn bu gəlir pulunu ödəyir. Kassa, yəni pul kassa deməkdir də. Pul neynir? Gəlir bizə. Kassa mədaxil orceri. Girdik. Alıcı kimdir? 3 nöqtə ilə firmalar, A firma. Burada sırası gəlir. A firma yox. Biz A firmadan mal almışdıq. 500 manatlıq. Müştəri Samir. 9 manat borcu qalıb Samirin. Gəlir məsələn ödəyir 9 manatını və OK-yə basırıq. Hesabata baxırıq, borclar, hesabatı tərtib et. Görürük ki, bu adamın Samirin 9 manat 80 qəpik idi. 9 manat 80 qəpik getdi, borcu yoxdur. Bu da bunun hərəkətidir. Yəni hərəkət nəyə göstərir? Satış olunub 9.80 80 qəpik ödədi, 9 manat qaldı. Sonra kassa mədaxil orceri oldu. İlkin 9 manat idi. Borcun azalması 9 manat azaldı, heç nə qalmadı. Gördünüz, burada da bu Samirin sətrində bomboşdur, heç nə yoxdur. Yəni bu parametrlardan hərəkət sənədini yığışdırsaq, belə olsa, görürük ki, 9.80 idi, 9.80 ödədi, borcu yoxdur. Hesabatda satış hesabatına baxa bilərik.
Hər bir hesabatın borcdur, satışdır, tarix aralığı qoyuruq. Məsələn, ayın 1-dən may ayı. Nə qədər mən mal satmışam, mayası nədir, dövriyyəsi, mənfəətim nə qədərdir, yəni gəlirim. Parametrlarda burada quş qoysaq, müştəri. Yəni kimlərə mən satmışam. Burada görə bilərəm ki, yəni Samirə satmışam bu malları və Samir adlı müştəri bizə 4 manat 80 qəpik xeyir gətirib. Bu qədər sadə. Lazım olanda satışdan, malların alıcıdan qaytarılması eləyirik, yəni vazrat. Alıcı seçirik, müştərilər Samir. Samirdən məsələn bir dənə bu radiatoru vazrat eləyirik. Okey. Vazrat eləyəndə sırası bu satış qiyməti ilə gəlir. Yəni 6 manat idi satış qiyməti, 6 manatına vazrat eləyirik. Hər bir sənədin, satış sənədi ya vazrat sənədinin belə bir qaymə forması var. Yəni alıcı qaytarılma nömrəsi, tarixi, nəyi, mal və məbləğ. Vazrat eləyəndən sonra OK-yə basırıq. OK, OK. Görürük ki, hesabatda ambarqalığı hesabatı tərtib et. Bunda təzədən 100 dənə oldu. Yəni bu 99 idi, bir dənə satmışdıq. Bir dənə obratla vazrat oldu, 100 manat oldu. Həmən ki, bu radiator. Satış hesabatına baxırıq, tərtib et. Görürük ki, bunda heç nə yoxdur. Yəni bu bir dənə satıldı, bir dənə vazrat oldu deyənə bu boş göstərir. Yəni bunun mənfəəti yoxdur. Parametrlardan hərəkət sənədini quş qoysaq satış hesabatında görə bilərik ki, doğrudan da satış olunub bir dənə və alıcıdan qaytarılma -1. Yəni 1 -1 eləyir 0. Yəni vazrat yoxdur. Bir də malların hərəkət cədvəli var. Bu nəyi göstərir? Bu onu göstərir ki, nə vaxt gəlib, nə var satılıb və sona qalıq nə qədərdir. Bunun yəni hərəkəti. Yəni burada parametrlarda hərəkət sənədinə quş qoysaq, görərik ki, radiator alış olunub 100 dənə, satış olunub 1 dənə, yəni məxaric. Sonra malların alıcıdan qaytarılması, bir dənə də vazrat olunub. Yəni radiator təzədən nə qədərdir? 100 dənə. Sona qalıq 100 dənədir.